Salam, hörmətli abituriyentlər. Osmanlı dövlətində durğunluq və geriləmə və süqut haqqında danışacağıq. Əvvəlcə Osmanlı dövlətində durğunluq və geriləmənin səbəblərinə baxaq. Bunun bir neçə həm daxili, həm də xarici səbəbləri var idi. Daxili səbəblər ölkənin öz daxilindəki problemlərlə bağlıdır. Xarici səbəblər də qlobal dəyişikliklərlə, dünyada baş verən hadisələrlə bağlıdır. Məsələn, daxili səbəblərə aiddir mərkəzi hakimiyyətin nüfuzdan düşməsi, iqtisadiyyatın zəifləməsi, kəndlilərin öz təhlükəsizliklərini təmin etmələri üçün kütləvi şəkildə şəhərlərə köçməsi, elm və təhsilin tənəzzülü. Bəs xarici səbəblər nə idi? Güclü dövlətlərin əhatəsində olması, yəni bir tərəfdə Avstriya, digər tərəfdə Səfəvilər və öz sərhədlərini genişləndirə bilməməsi, dünya ticarət yollarının dəyişməsi, böyük coğrafi kəşflərdən sonra, Avropa ilə inkişafda geri qalması, idarəetməni təkmilləşdirən Avropa ilə müqayisədə geri qalması. Bu dövrdə Osmanlıda qəfəs üsulunu görürük. Qəfəs üsulu nədir? Taxta çıxacaq vəliyyətin saray hərəmxanasında yaşaması, bir növ saraya həbs edilməsidir. Cülus bəxşişi, yeni taxta çıxan hökmdarın mülki və hərbi əyanlara payladığı hədiyyədir. Hər dəfə yeni hökmdar taxta çıxanda özündən əvvəlkindən daha çox hədiyyə paylamaq istəyirdi. Və bu da əlbəttə ki, xəzinəni dağıdırdı. Beşik alimliyi isə alimin oğlu alimdir prinsipi idi. Yəni bir şəxs alimdirsə, onun oğlu da avtomatik həmin statusu daşıyırdı. Bu təbii ki, elm və təhsilin tənəzzülünə səbəb olan əsas faktlardan biri idi. 1656-1661-ci illərdə Köprülü Mehmet Paşa islahatlar həyata keçirir, durğunluğun qarşısını almaq üçün. Din alimləri arasında mübahisələrə son qoyulur, orduda intizam yaradılır, Anadoluda üsyanlar yatırılır, büdcədəki kəsirlər aradan qaldırılır və Çanaqqalanı mühasirəyə almış Venesiyalılar məğlub edilir. Oğlu Fazil Əhməd Paşa 1661-1676-cı illərdə sədr əzəm olur. Onun dövründə Ukrayna kazaklarının xeyli hissəsi Osmanlıların himayəsinə keçir. Krit adası fəth olunur 1669-da. Avstriya üzərində qələbələr qazanılır. Rusiya və Respospolita dövləti ilə müharibələrdə də Osmanlı öz üstünlüyünü sübut edir. Və bütün bunlardan sonra Avropa dövlətləri qərara gəlir ki, Osmanlıya qarşı birləşsinlər. 1684-cü ildə Müqəddəs Roma, Avstriya, Respospolita, Venesiya və Rusiya Osmanlıya qarşı birləşirlər. Daha doğrusu Müqəddəs Roma, Avstriya, Respospolita, Venesiya 1684-də birləşir. Rusiya isə 1686-cı ildə bu ittifaqa daxil olur. Osmanlılara qarşı yaradılan Xaçlı birliyi idi. Təbii ki, Osmanlı bu dövlətlərlə müharibədə məğlub olur və 1699-cu ildə imzalanmış müqavilə ilə Mərkəzi Avropadakı ərazilərinin xeyli hissəsini qalib dövlətlərə güzəştə getməli olur və bununla da geriləmə dövrü başlayır. 3-cü Əhməd Osmanlı Sultanı 3-cü Əhməd 1703-1730-cu illərdə hakimiyyətdə olur. Rusiyanın cənuba doğru artan təcavüzünün qarşısı alınır. Brut barışığı 1711-ci il. 1711-də Piotru mühasirəyə alırlar və onunla barışığı imzalayırlar. Bu əslində uğur sayıla bilər. Və bundan ruhlanır 3-cü Əhməd. Avstriya və Venesiya ilə müharibələr aparır, amma məğlub olur və Balkan yarımadasında xeyli əraziləri itirir. İngiltərə, Fransa, Avstriyanın paytaxtlarına xüsusi nümayəndə göndərir və onun dövründə İbrahim Paşa sədr əzəm təyin edilir ki, İbrahim Paşanın dövrü də sədr əzəmlik dövrü, Lalə dövrü adlanır. Keçirdiyi islahatlar səbəbindən. Nəyə görə Lalə dövrü deyirdilər? Çünki lalə gülünü çox sevirdi və ölkənin bütün parklarında, xiyabanlarında lalə əkdirirdi. Ona görə İbrahim Paşanın dövrü Lalə dövrü adlanırdı. Bu dövrdə dünyəvi elmlərə maraq artdı. Osmanlıda ilk dəfə mətbəə açıldı. Qara və Mərmərə dənizlərinin xəritəsi hazırlandı, İstanbulda yanğından mühafizə dəstələri yaradıldı, yeni üslubda binaların tikilməsinə başlanıldı, çiçək xəstəliyinə qarşı peyvənd edilməsinə başlanıldı və bəzi yeniçəri birlikləri ləğv edildi. Tam yox, bəzi yeniçəri birlikləri, lakin ordu quruculuğuna xüsusi diqqət yetirilmədi. Sonra əhali üsyan qaldırır 1730-cu ildə həm 3-cü Əhməd, həm də İbrahim Paşa taxtdan devrilir, 1-ci Mahmud çıxır taxta.
1-ci Mahmud qiyamçı yeniçərilərin müqavimətini qırır. Lalə dövrünün yeniliklərini davam etdirir, lakin ordu quruculuğuna xüsusi diqqət yetirir. Həndəsənin tədrisinə xüsusi diqqət yetirir, kağız istehsal edən ilk müəssisəni açdırır, Nadir Şahla müqavilə imzalayır, sülh müqaviləsi əsas gücünü Avstriya ilə müharibəyə yönəldir. Və Balkanlarda itirilən əraziləri Avstriyadan azad edir, geri qaytarır. Yəni, Balkanlarda əraziləri itirən 3-cü Əhməd idi, onu geri qaytaran isə ondan sonra gələn 1-ci Mahmud idi. Qumbaraçı ocağı və topçu məktəbi açdırır 1-ci Mahmud. 1768-1774-cü illərdə Rusiya-Osmanlı müharibəsi olur və Rusiya qalib gəlir. 1774-cü ildə Kiçik Qaynarca müqaviləsi imzalanır. Müqavilənin şərtinə əsasən Osmanlı dövləti Qaradəniz sahillərinin xeyli ərazisini itirir, Rusiyaya verir və Osmanlı özünün vassal asılılığında olan Krım xanlığını müstəqil elan edir. Təbii ki, bu tələbi Rusiya qoymuşdu onun qarşısına ki, Krımı Osmanlıdan ayırsın. Və buna nail olur Kiçik Qaynarca ilə. Və 1783-cü ildə Krımı Rusiya özü işğal edir. Deməli, Kiçik Qaynarca ilə Krımı Osmanlıdan ayırır, Osmanlı onu müstəqil edir Krımı. 1783-cü ildə də Rusiya hücum edir və Krımı tutur. Və 1787-91-ci ildə Rusiya-Osmanlı müharibəsi başlayır. Burada da Rusiya qalib gəlir. 1791-ci ildə Yassı müqaviləsi imzalanır. Cənubi Buqdan Dnestrə qədər olan Qaradəniz sahilləri Rusiyaya keçir. Dnestr çayı iki dövlət arasında sərhəd olur. Osmanlı Krımın və Şərqi Gürcüstanın Rusiya himayəsində olmasını təsdiq edir. Yəni, məsələ Krım məsələsi idi. Kiçik Qaynarca müqaviləsinə Krımı müstəqil elətdirdi. 1783-cü ildə tutdu. 1791-ci ildə də Osmanlıya tanıtdı ki, artıq Krım mənimdir. Bax, bu formada aldı Krımı Osmanlı. Şərq məsələsi və Yunan layihəsi var bir də. Nədir bu şərq məsələsi? Şərq məsələsinin əsas mahiyyətini Osmanlı torpaqlarının bölüşdürülməsi tuturdu. Burada Rusiya, Avstriya, İngiltərə və Fransa dövlətləri maraqlı idi. Rusiyanın məqsədi Azov və Qaradəniz sahillərini tam işğal eləmək, Bosfor və Dardanella boğazları üzərində tam nəzarət əldə etmək idi. Lakin bu alınmır, tutmur. Niyə? Misir uğrunda İngiltərə, Fransa bir-birini qırır. Balkanlarda Rusiya ilə Avstriya mübarizə aparır. Ona görə Osmanlı qurtulur. Yunan layihəsi nə idi? Yekaterinanın layihəsidir. Osmanlı dövləti süquta uğradılmalıdır. Rusiyanın himayəsi altında Bizans dövləti yenidən bərpa edilməlidir. Xristianlar güya müsəlman zülmündən qorunmalı idi. Avstriya Balkan yarımadasının qərbindəki torpaqlara yiyələnməli idi. Yekaterina və Potyomki tərəfindən hazırlanmış bu plan və şərq məsələsinin tərkib hissəsi idi. Təbii ki, bu planda baş tutmur. 3-cü Səlim. Osmanlı Sultanı 3-cü Səlim 1789-1807-ci illərdə hakimiyyətdə olur. Bütün sahələrdə islahatlar həyata keçirir, lakin hərbi islahatlara xüsusi əhəmiyyət verir. Məsələn, hərbi xidmət göstərilməyənlərdən timar və ziyamət torpaqları geri alınır. Yeniçərilərə hər 3 aydan bir verilən əlavə maaşların verilməsi qadağan olunur. Yeni hərbi hissələr yaradılır. Ordunun saxlanması üçün, həmin o yeni ordunun saxlanması üçün xüsusi xəzinədarlıq təsis edilir. Yeni qumbaraçı ocağı və hərbi mühəndislik məktəbi təşkil olunur. Osmanlı donanmasının yeni texniki tələblərə uyğun qurulmasına başlanılır. İngiltərə, Fransa və Avstriya da səfirliklər açır. Deməli, nümayəndələr göndərən İngiltərə, Fransa, Avstriyaya 3-cü Əhməd idi, səfirliklər açan isə 3-cü Səlimdir. Xarici tacirlərin gəlirlərinin, daha doğrusu, yerli tacirlərin gəlirlərinin artırılması məqsədilə onların imtiyazları artırılır, xaricilərin isə fəaliyyəti məhdudlaşdırılırdı. Bir növ proteksionizm siyasətini tətbiq edir 3-cü Səlim. Və 2-ci Mahmuda gəldik. Rusiyanın Moldova və Valahiyaya hücumu Rusiya-Osmanlı müharibəsinə səbəb olur. 1806-12-ci illəri əhatə edir və Rusiya qalib gəlir, Buxarest sülhü imzalanır. Bessarabiya Rusiyaya, Moldova və Valahiya Osmanlıya verilir. Rus gəmiləri Dunayda sərbəst üzə bilərdi. Balkanlarda Osmanlılara qarşı Serb və Yunanların üsyanları baş verir. 21-29-cu illəri Yunanların üsyanları əhatə edirdi. Osmanlılar Serblərin üsyanından birtəhər yatırırlar, amma Yunanlılar biraz çətin olur. Niyə? Çünki İngiltərə, Fransa və Rusiya Yunan üsyanlarını dəstəkləyir.
1827-də Navarin dəniz döyüşü baş verir. Rusiya, İngiltərə, Fransanın Birləşmiş Qüvvələri Osmanlını ağır məğlubiyyətə uğradır. Rusiya xüsusi canfəşanlıq eləyirdi. 1828-29-cu illərdə Osmanlı ilə müharibə eləyir və Rusiyanın qələbəsi ilə yekunlaşır və Ədirnə sülhünü imzalayır Osmanlı ilə 1829-cu ildə. Bunun şərti nə idi? Osmanlı Moldova, Valaxiya və Serbiyaya muxtariyyət, Yunanistana isə müstəqillik verir. Osmanlı dövləti Rusiyanın Cənubi Qafqazdakı işğallarını tanıyır. Osmanlı dövləti Rusiyaya təzminat ödəməli idi. Bildiyimiz kimi bu dövrdə artıq 28-ci ildə Azərbaycanı işğal ediblər ruslar. Şərqi Gürcüstanda həmçinin, Gürcüstanda və Osmanlıya bunu tanıdır. Təzminat da ödətdirir, Moldova, Valaxiya, Serbiyaya da muxtariyyət də verdirir, Yunanistanı müstəqil də eləyir. Bütün bunlara baxmayaraq, 2-ci Mahmudun dövründə islahatlar həyata keçirilir və uğurlu islahatlar olur. Məsələn, Yeniçəri dəstələri nəhayət ki, ləğv olunur. Ümumi əskər yığımı qaydasında yeni ordu yaradılır. Nizami hərbi dəstələr yaradılır. Hərbi len sistemi, yəni o xidmət müqabilində timar və ziyamət verilməsi qaydası ləğv olunur. İdarə etmə sahəsində hansı islahat həyata keçirilir? Avropa nümunəsi əsas götürülür və Avropa nümunəsində nazirliklər təşkil olunur. Mədəni sahədə Sultana fərmanından sonra əhalinin xarici görünüşündə və geyimində xeyli dəyişikliklər olur və Avropa üslubunda geyim tərzi Osmanlıda sürətlə yayılmağa başlayır. Əbdülməcid 1839-61-ci illərdə hakimiyyətdə olur. 1839-cu ildə Gülxanə Xətti Şərifi adlanan fərman verir. Bu çərçivədə 1839-76-cı illərdə Osmanlıda keçirilən islahatlar da Tənzimat-ı Xeyriyyə, yəni xeyirli islahatlar adlanırdı və burjuva xarakteri daşıyırdı. İltizam sistemi ləğv olunur, hüquq bərabərliyi və təbəələrin qorunması məsələsi Gülxanə Xətti Şərifindəki əsas məsələlər idi. Tənzimat-ı Xeyriyyə islahatlarına əsasən nə oldu? Dini etiqadından asılı olmayaraq bütün təbəələrin hüquq və vəzifə cəhətdən bərabərliyi təsdiq edildi. Xüsusi hərbi tədris ocaqları, ilk universitetlər yaradıldı. 1865-ci ildə Yeni Osmanlılar adlı gizli bir təşkilat meydana çıxır, yaradılır. Və kim idi bu Yeni Osmanlılar? Bunlar Tənzimat-ı Xeyriyyə islahatlarının davam etdirilməsinin tərəfdarı idilər. Deyirlər ki, okeydir, yəni gözəldir. Amma eyni zamanda Osmanlıda parlamentin yaradılması və konstitusiyanın qəbul edilməsini tələb edirdilər. 1876-cı ildə Şeyxülislamla baş vəzirin istefası tələbi ilə çoxmilli mitinqlər təşkil edirlər və əvvəlki sultanı devirirlər. 1876-cı ildə Yeni Osmanlılar 2-ci Əbdülhəmidi taxta çıxarırlar. 2-ci Əbdülhəmid də 1876-dan 1909-a qədər hakimiyyətdə olacaq. Əbdülhəmid 1876-cı ildə konstitusiyanı qəbul eləyir. 1877-ci ildə isə parlament fəaliyyətə başlayır. Təbii ki, bunu Yeni Osmanlılar taxta çıxardıb da, yəni bunu eləməlidir gələn kimi. Biraz keçəndən sonra Əbdülhəmid Balkanlarda üsyanlar, deputatların onu tənqid etməsi, Rusiya-Osmanlı müharibəsindəki məğlubiyyətlə bağlı deputatların ondan hesabat tələb etməsi səbəbindən konstitusiyanın fəaliyyətini dayandırır, ölkədə sərt diktatura rejimi qurur. Yəni dəyişir olur başqa adam artıq. 1877-78-ci illərdə Rusiyanın Osmanlı müharibəsi Rusiyanın qələbəsi ilə başa çatmışdı və San Stefano sülhü imzalanmışdı. Rusiya bir sıra Osmanlı ərazilərinə sahib olub yaxın şərqdə möhkəmlənir. Lakin İngiltərə və Avstriya buna imkan verə bilməzdi. Ona görə də onlar deyirlər ki, müqavilənin şərtlərinə yenidən baxılmalı və Berlin Konqresi çağırılır 1878-də. Bu Berlin Konqresində nə olur? Bolqarıstan, yəni Berlin Konqresinin qərarları nə olur? Yəni bunun qərarları haqqında biz danışacağıq. 1878-ci ildə çağırılan Berlin Konqresinə əsasən Bolqarıstan Osmanlı dövlətindən asılı knyazlığa çevrilir. Makedoniya və Şərqi Anadolunun bəzi əraziləri Osmanlı dövlətinə qaytarılır. Çernogoriya, Serbiya və Rumıniya müstəqillik əldə edir. Avstriya, Macaristan, Bosniya-Herzegovinanı müvəqqəti idarə etmə hüququ qazanır. İngiltərə Kipr adasını icarəyə götürür. Rusiya isə Qars, Ardahan, Batuma sahib olurdu. Bu da Berlin Konqresinin qərarları idi.
1889-da Gənc Türklər Hərəkatı başlayır. Bu da Yeni Osmanlılar kimi bir şeydir. 1908-də Makedoniyada üsyan qaldırırlar bunlar və 76-cı il konstitusiyasının bərpa edilməsini tələb edirlər. Sultan II. Əbdülhəmid görür ki, üsyan tərəfdarları çoxdur və üsyan güclüdür. Konstitusiyanın qəbul edilməsi və parlamentin çağırılması haqqında fərman imzalayır. Fərmanı imzaladı. Elə həmin ildə sultanı devrirlər və 5-ci Mehmed Rəşad taxta çıxır. 1911-12-ci illərdə Trablis müharibəsini görürük. İtaliya və Osmanlılar arasındadır. İtaliya Osmanlıya qalib gəlir. Osmanlı Liviyanı itirir. Yəni Osmanlı dövləti Afrikadakı sonuncu mülkünü də Liviyanı itirmiş olur. Balkan müharibəsi var. Birinci Balkan müharibəsi, ikinci Balkan müharibəsi. Birinci Balkan müharibəsi 1912-13-cü illəri əhatə edir. Balkan İttifaqı ilə Osmanlı arasındadır. Balkan İttifaqında kim idi? Bolqarıstan, Serbiya, Çernogoriya, Yunanistan. Bunlar Osmanlı dövlətinə qalib gəlirlər və 1913-də London müqaviləsi imzalanır. Osmanlı dövləti Ədirnə daxil olmaqla Avropadakı torpaqların bir hissəsini itirir. Osmanlının Avropadakı torpaqları Şərqi Frakiya ilə məhdudlaşırdı. İkinci Balkan müharibəsi 1913-cü ildir. İkinci Balkan müharibəsi artıq Balkan dövlətlərinin öz arasında gedir müharibə. Yəni Osmanlı ilə deyildi İkinci Balkan müharibəsi əslində. Bolqarıstanla Serbiya, Çernogoriya və Yunanistan arasında gedir müharibə. Osmanlı da bundan istifadə edir. Gedir Bolqarıstana müharibə elan edir. Onunla döyüşüb Ədirnə və ətrafındakı əraziləri yenidən geri qaytara bilir. Yəni, Birinci Balkanda itirmişdi həmin ərazini. Nəticədə Balkan müharibələri Osmanlının Avropadakı hakimiyyətini başa çatdırdı. Yəni testlərdə bizə deyilsə ki, Osmanlının Afrikadakı hakimiyyətinin başa çatması Trablis müharibəsidir. Avropada hakimiyyətinin başa çatması isə Balkan müharibələri idi. Belə, dəyərli yoldaşlar, ümid edirik ki, mövzu sizə aydın oldu. İndi isə vəsaitimizdən mövzunu öyrənək, hər birinizə uğurlar arzulayıram. Hələlik.